Azərbaycanın şimal bölgəsinin turizm mərkəzlərindən biri olan Qubanın dağ kəndləri ölkədə və onun sərhədlərindən kənarda da çox məşhurdur. Onun təbiəti insanı vəcdə gətirə, ona ilham verə, onu həyəcanlandıra bilir. Bəzən bu möcüzəyə oxşuyur. Hər il 10 minlərlə turist məhz bu möcüzəni yaşamaq, onun bir parçası olmaq üçün bura səyahətə gəlir. Biz Qubanın ən səfalı və ən turistik kəndlərindən biri olan Qırızdəhnə kəndindəyik. O dəniz səviyyəsindən 2000 metr yüksəklikdə Baş Qafqaz silsiləsinin yamacında Dəhnədə yerləşir. Bu kəndin əvvəlki adı Hacıxan Dəhnə olub. 200 il bundan əvvəl Hacıxan adında bir şəxs rəhbərliyi ilə qonşuluqda yerləşən Qırız kəndinin bir qrup əhalisi bura köçərək onun əsasını qoyub. Qubanın həm Qırızdəhnə, həm Qırız kəndləri yerli və xarici turistlərin ən sevimli kəndlərindən, məkanlarından biridirlər. Onları kəşf eləmək üçün buradayıq. Bura Qırızdəhnə kəndidir. Azərbaycanın şimalında, Quba rayonunun ən ucqar dağ massivlərindən birində, gözəl təbiət mənzərəsinin qoynunda yerləşən Qırızdəhnə kəndinin əraziləri tarixən yaylaq-qışlaq həyat tərzi üçün olub. İnsanlar qoyun-keçi sürüləri ilə dağların qoynunda mövsümü köç eləyiblər. Qubanın şimal-şərq dağlıq hissəsində yerləşən Qırızdəhnənin relyefi çox sərtdir. Qaya kütlələri kəskin uçurumlarla birləşir. Kəndin yerləşdiyi ərazi geoloji baxımından çox qədimdir. Bura həm də Qafqazın ən sabit ekoloji zonalarından biridir. Kəndin əhalisinin sayı mövsümə görə dəyişir. Bu dağlarda yaşamaq həm güc, həm də səbir tələb eləyir. Burada təbiət fərqli gözəlliyə sahibdir. Çox vaxt onu sözlə ifadə eləmək olmur. O, hər fəsildə yaraşığını nümayiş elətdirə bilir. Qırızdəhnə və ona qohum olan Qırız kəndinin sakinlərinin öz dilləri var. Onların danışdığı Qırız dili Qafqazın ən qədim dillərindən biridir.
Qədim dil, sərt qış, köhnə evlər, dağ yolları, eyni coğrafiya, adətlər, səmimi insanlar, bütün bunlar bu kəndləri birləşdirən əsas amildir. Amma Qırızdəhnə və Qırız bir-birinə nə qədər bağlı olsalar da, hərəsinin öz üslubu, öz ritmi olan kəndlərdir. Kəndin çox gözəl mənzərəsi var. Burada olanda onu piyada gəzin. Onu da qeyd edeyim ki, bir çox hiking və trekking marşrutları məhz bu kənddən başlayır. Və onlar turistlərin ən sevimli marşrutlarındandır. Bu kəndlər Azərbaycanın ən çox turist qəbul edən ərazilərindən sayılır. Son illərdə Qırız və Qırızdəhniyə gələn turistlərin sayı 10 minlərlədir və bu say artmaqda davam edir. Burada müxtəlif trekking və etnoturizm marşrutları mövcuddur. Ən çox seçilən marşrutlardan biri Xınalıq Qırız-Qırızdəhnə Laza istiqamətidir. Bu marşrut artıq beynəlxalq səyyah platformalarında yüksək reytinq alıb. Hər il təkcə yay aylarında bu marşrutdan minlərlə yerli və xarici turist keçir. Qırızdəhnə kəndinin ərazisi kiçik, əhalisi isə azdır. 200 il əvvəl isə o 3 dəfə artıq olub. Zaman-zaman müxtəlif səbəblərdən əhali ətraf kəndlərə, Quba şəhərinə köç ediblər. Burada yaşayan qırızlar öz adət-ənənələrini və dillərini qoruyub saxlayıblar. Bu kəndin əhalisi çox qonaqpərvərdir. Burada olanda siz onu hiss edəcəksiniz. Qırızdəhnədə hər evin qapısı qonaq üçün açıqdır. Biz yoldan keçirdik, Sürəya xanım bizi gördü və lavaşa dəvət elədi. İndi onun dadına baxacağıq. Bəh, bəh, bəh. İyisinə bax. Bunu pendirlə də yeyirlər. Asel. Amma mən eləcə dadına baxmaq istəyirəm. Babadan motor pendiri getirdim. Sağ ol. Aha. Bu da motal pendiridir. Onu qoyursan lavaşın arasına, səhər yeməyinə əladır. Həm enerji verir, həm də çox dadlıdır. İndi dadına baxaq. İnanırım ki, beləsini şəhərdə çətin tapasınız. Sürəya xala hərəmizə bir lavaş verdi və dedi ki, mütləq bunun dadına baxmalısınız və bir stəkan çayımızı içməsə sizi yola salan deyiləm. Ha, burada insanlar belə qonaqpərvərdir. Əsl səhər yeməyi. Kənddə əsl kənd sayaq səhər yeməyi. Qırızdəhnədə təbiət, insanlar, hava təmiz və gözəldir.
Bu insanlar təbiətlə harmoniyada sadə həyat yaşayırlar. İnsanların buradakı həyatı qırızdakı yaşayan sakinlərin həyatının davamıdır. Hər iki kənd Şahdağ silsiləsinin ən qədim yaşayış nöqtələrindəndir. Qırızdəhnədən Qırız kəndinə gedən yol həm fiziki, həm də simvolik keçiddir. Marşrut kənarlarında kanyonlar, buzlaqlar görünür. Trekking marşrutları arasında yolu kimi tanınan bu yol turistlər üçün həm çətin, həm də dəyərli səyahətdir. Bu yol həm piyada, həm də dağ yürüyüşlərini sevən turistlər üçün əvəzsizdir. Yolun hər addımında həm həyəcan, həm də heyranlıq var. Təbii minarə adlanan bu abidə Qırızdəhnə yolunun başlanğıcında yerləşir. Burada Qudyal çay daş qayanı dəlib keçdiyi möcüzəli yerdir. Onun tektonik proseslər və çayın eroziyası nəticəsində 4-cü əsrdə yarandığı güman olunur. Bu marşrutun hər addımı bir vaxtlar karvanlar və yaylaq qışlaq keçidləri üçün istifadə olunurdu. Bugün isə turistlər üçün nəfis bir trekking təcrübəsidir. Bu yol bizi Qırız kəndinə aparır. Qırızdəhnə və Qırız kəndi eyni dağ kəməri altında yerləşir. Qudyal çay isə bu iki kəndi birləşdirən təbii xəttdir. İki kəndin arasında yolda gələndə kanyon görəcəksiniz. O Azərbaycanda çox məşhurdur və onu görmək üçün hər gün yüzlərlə insan bura gəlir. İndi isə biz Qırızdəhnə ilə vidalaşıb, əhalisi Qırızdəhnənin əsasını qoyan Qırız kəndinə yola düşürük. Qubanın kəndlərində təbiət bir başqa cür görkəm alır. Onu görəndə sanki nağıllar aləminə düşdüyünü zənn edirsən. Hara baxırsan dağdır və onlar sənə çox yaxındır. Hər dağın da öz yaraşığı və fərqli enerjisi var. Qırızdəhnədən sonra səfər elədiyimiz Qırız kəndinə gün batana yaxın çatdıq. Yolüstü gördüyümüz şəlalələr və dağlara yaraşıq verən qoyun sürüsü bizi ayaq saxlamağa vadar elədi. Bura Qırız kəndidir. Məhz bu kəndin əhalisi Qırızdəhnə kəndinin əsasını qoyub. Onları tək coğrafiya deyil, həm də ümumi dil, ənənə və bir mədəniyyət birləşdirir. Qırız kəndi isə qırızların iqamətgahı sayılır. Bundan başqa bu kənd ölkənin top 5-liyinə daxil olan ən gözəl turistik kəndlərindən biridir. Yazılı mənbələrdə Qırız toponiminə hələ 10-cu əsrdə rast gəlinir. Belə bir qədim və turistik kəndi kəşf eləmək üçün buradayıq. Biz Qırızdayıq.
Qırız sözü yüksəklikdə çəmənlik deməkdir. Bu da təsadüfi deyil. O, hündür dağın başında yerləşir. Kəndin relyefi çətin olsa da, əvəzində baxıb heyran olacağınız heyrətamiz təbiəti var. Qırız kəndinə addımını qoyduğun andan sən təbiətin sehrinə düşürsən. Bu mənzərələri görəndə əmin olursan ki, heç nə insanı belə ofsunlaya bilməz. Hər fəsildə özünə məxsus nağılvari görkəm alan, kənd koloritini qoruyub saxlayan və əfsanələrlə yaşayan Qırıza cənnətin bir parçası da deyirlər. Qırızların yaşadığı bu yer dil mənsubiyyəti və arxitekturası ilə nadir nümunədir. Bu dilin dağ şəraitində formalaşmış xüsusi strukturu var. Şıxbaba müəllimlə biz Qırızda tanış olduq. O Qırızın sakinidir. Onun tarixini, dilini çox gözəl bilir. Hətta bu barədə kitablar da yazıb. İndi biz Şıxbaba müəllimlə bu barədə biraz söhbət edəcəyik. Şıxbaba müəllim, necəsiz? Yaxşıyam, çox sağ olun. Bizə biraz Qırızın tarixi haqqında məlumat verə bilərsiniz. Deyirlər ki, onun tarixi 1000 ildən çoxdur. Qafqaz dağlarına ümumiyyətlə köç, ümumi köç təxminən 2500-3000 il olduğuna görə bu ərazidə bunların təxminən 3000 il tarixi var. Ancaq dilin tarixi çox qədimdir. Deməli, ilkin yaranış bu təxminən Mesopotamiya, hansısa o zonalarda genlərə görə müəyyənləşdiriblər ki, orada yaşayanlardır. Sonraki dövrdə müəyyən köçlə əlaqədar olaraq buralara gəliblər. Özdəki bunların gen qrupuna görə Qırızlar C2A gen qrupuna daxildir. Həmin gen qrupuna eyni zamanda Çeçenlər də daxildir. Bir alimin araşdırması var, o deyir ki, deməli Qırızlar 40% Qırızda qalır, 60% Çeçenistana köçür. Kəndin dağlıq mənzərəsi, qədim evlər, arxaik həyat tərzi, mehriban sakinləri Qırızın sehrini artıran əsas səbəblərdən biridir. Qədim tarixin izlərini kəndə girən kimi görmək olur. Zəngin keçmişə sahib olan Qırız, alimlərin fikrincə, bir çox hələ kəşf olunmayan sivilizasiyaları torpağın altında saxlayır. Qırız dilində bu bölgədə başqa kəndlərdə danışanlar var. İber-Qafqaz dillər ailəsinin Şahdağ yarım qrupudur, Qırız dili daxildir. Bu dilə təxminən ondan yuxarı dil daxildir. Məsələn, tutaq ki, Ləzgi, Qırız, Xınalı, Budu, Rutul, Caxur bu dillər daxildir və hər bir dilin də özünün dialektləri var. Kəndin mərkəzində yerləşən orta əsrlərə aid qəbirlər, qədim məscid, qala divarları Qırızı açıq səma altında muzeyə çevirib. Qırız kəndi həm də xalq memarlığının canlı muzeyidir. Qırızda daş ağac qarışığı ilə tikilmiş evlər hələ də qorunur. Kəndin ərazisində qədim bir dağılmış məscid var. Bəzi məlumatlara görə bu məscid Əbu Müslüm Əl-Xurasani tərəfindən təxminən 8-ci əsrdə inşa edilib. Məscid Əbu Müslümin adını daşıyır. Eyni adlı məsciddən yaxınlıqdakı Xınalıq və Cək kəndlərində də var.
Qırız kəndi Qubanın qədim yaşayış məskənlərindən biridir. Burada vaxtilə çox insan yaşayıb. İndi onların sayı 300-ə yaxındır. İstər Qırız dəhni olsun, istər Qırız kəndi, hər ikisində qonaqpərvərlik həyat tərzidir. Burada hər evdə qonaq üçün bir otaq ayrılıb. 2024-cü ilin statistikasına görə Qırız dəhni və Qırızı 20 mindən çox turist ziyarət edib. Burada tək mənzərə, dağ havası deyil, eləcə də dağ həyatının ritmini hiss edəcəksiniz. Dağ kəndlərində vaxt yavaş axır. Bu Qırızda da belədir. İnsanlar burada tələsmirlər. Sadəcə təbiətin ritmində həyatlarını yaşayırlar. Səhər gün doğandan hamı iş başındadır. Bu vaxt kəndin mənzərəsi çox canlı olur. Eyni mənzərəni gün batana yaxın da müşahidə eləmək olar. Səfərimiz zamanı bir gecəni Qırızda qaldıq. Səhər doğan günəşi salamlayıb, kəndin günə başlayan həyatını izlədik. Daha sonra planladığımız kimi tək Qubada deyil, bütün Azərbaycanda, o cümlədən minlərlə xarici turistin tanıdığı məşhur Qurqur şəlaləsini görmək üçün yürüşə başladıq. Kənddən şəlaləyə maşın yolu yoxdur. Ona görə piyada getməli olduq. Yol boyu nəhəng, biraz da vahiməli kanyonlar, uzaqdan görünən başı qarlı dağlar, dağ havası, kahalar sizi bir an belə darıxmağa qoymayacaq. Burada təbiət təsvirləri heyrətamizdir. Gördüyünüz bu dərə Qırızın Ləfir dərəsidir. Onun sonunda məşhur Qurqur şəlaləsi yerləşir. Yerli sakinlər ona Qırız şəlaləsi də deyirlər. O, kəndin mərkəzindən 3 kilometr aralıdadır. Yol texniki cəhətdən diqqət tələb edir. Yürüşünüzün rahat və güvənli olması üçün bələdçi ilə getməyiniz məsləhətdir. Bu şəlaləni görmək üçün dünyanın hər yerindən, Avropadan, Amerikadan, Avstraliyadan, Kanadadan, bir sözlə bir çox ölkədən turistlər bura gəlir. Onun sehri tək adında deyil, həm də görkəmindədir. Xınalıq Qalaxudat Qırız marşrutu Qurqur şəlaləsinin yanından keçir. Bu marşrut da çox zəngin və son vaxtlar məşhurlaşan yoldur. Yolu necə, nə qədər vaxta getdiyimizi hiss eləmədik. Belə gözəllikləri yuxuda görmək olar. Ona görə də bəzən adam elə gəlir ki, o rüyadadır. Burada ruhun dincəlir, fikirlərin yerbəyer olur. Bu anı özünə xərcləyirsən, özünü eşidirsən,
və sən burada olmaqdan özünü bəxtəvər sanırsan. Çox gözəldir. Bu da Qırızın məşhur Qurqur şəlaləsi. O dəniz səviyyəsindən 2190 metr yüksəklikdə yerləşir. Hündürlüyü 6 metrdir. Qayaların arasından süzülən Qurqur şəlaləsinin suyu qışda donur. Bu isə onu nağılvari bir görkəmə salır. Məhz bu sehri görmək istəyənlərin sayı ilbəil artır. Bu da onun cazibəsini biraz da artırır. Qurqur şəlaləsi Qızılqaya dağından başlayır. Mənbəyini ondan bir qədər aralıda yerləşən Babbey şəlaləsi və Bərkdərədən götürür. Şəlalənin suyunun qayaların arasından süzülərək tökülməsi onun cazibəsini çox artırır. Qışda donan şəlalə qar kraliçasının sarayına oxşuyur. Bu mənzərəni saatlarla izləmək, ondan zövq almaq olar. Hər il minlərlə əcnəbi turistlər şəlaləni məhz belə görmək üçün Avropadan, Amerikadan, Şərq ölkələrindən bura gəlirlər. Bu möcüzəvi təsvir onun ovsuna düşən insanları xoş emosiyalara kökləyir. Qırız Azərbaycanın ən çox qar düşən yaşayış məntəqələrindən biridir. Qışda kənd tamamilə qarla örtülür və ağ don geyinərək nağılvari görkəm alır. Qış aylarında temperatur -10-15 dərəcə arasında dəyişə bilir. Bu dağların gözəlliyi qışda da hiss olunur. Kəndə və onun ətrafında gəzmək sizə təkrarsız anlar yaşadacaq. Qarlı dağ havasının həzzini yaşamaq isə sizi gündəlik qayğılardan azad eləyəcək. Qırızdəhnə və Qırız kəndləri ekotrek, dil və etnoturlar, fototurlar və dağ idmanları baxımından turistlər üçün ideal yerlərdir. Bu kəndlər eyni dildə, eyni təbiətlə danışan qonşulardılar. Əgər ürəyinizdən ecazkar təbiət görmək, macəra yaşamaq, səmimi insanlarla tanışlıq, nadir dil eşitmək, dağların ritmini duymaq arzusu keçsə, o zaman Qırızdəhnə və Qırız kəndlərinə gəlin. Burada keçirəcəyiniz anlar təbiətlə eşq hekayəsidir. Onu yalnız bu təbiətdə yaşamaq olar. Həm Qırızdəhnə, həm Qırız kəndinin əhalisi təbiətlə iç-içə, onun ritmində yaşayırlar. Bəlkə də hər il minlərlə turisti bura cəlb edən məhz budur. Hər kəndin öz sehri və öz hekayəsi var. Burada olanda sən bu hekayənin bir parçası olursan. Belə bir hekayəni yaşamaq, onun parçası olmaq üçün yola çıxın. Yeni məkanlar, yeni insanlar tanıyın. Öz hekayənizi kəşf eləyin. Çünki kəşf eləmək həmişə gözəldir.